Bakrovsk istiqamətindəki Lisovka rayonunda Ukrayna müdafiə qüvvələrinin orada bir sıra əks hücumlar həyata keçirməsi nəticəsində Rusiya qoşunları mövqelərindən geri çəkilməyə məcbur olublar. Oxşar vəziyyətdə Çenskoya yaxınlığında da yaşanır. Yəni söhbət Bakrovska gedən əsas cənub marşrutundan gedir ki, bu da Rusiya hücum əməliyyatları üçün getdikcə daha narahat hala gəlir. Hərbi və siyasi müşahidəçi Aleksandr Kovalenko bu barədə danışıb. Ekspert qeyd edib ki, cənub marşrutu işğalçılar üçün Bakrovska frontal hücum variantıdır. Əgər onlar əvvəllər birbaşa şəhərə getməyə cəsarət etməyiblərsə, indi daha da etməzlər. Lakin eyni zamanda Kovalenko əlavə edib ki, Bakrovsk istiqamətindəki sabit döyüş xətti Rusların Kuraxovski çıxıntısı rayonunda birbaşa irəliləmə imkanı əldə etməsi ilə bir qədər uyğunsuzluq təşkil edir. Boqatar istiqamətində düşməni yarıb keçmək təhlükəsi var. Hazırda Rusiya qoşunları bu yaşayış məntəqəsindən 2 kilometr aralıdadır və M15 avtomobil yolu boyunca logistikamızı yarıb kəsmək cəhdlərindən əl çəkmirlər. Başkomandan Aleksandr Sırski bildirib ki, Ukrayna Donetsk vilayətinin Pakrovsk istiqamətində vəziyyəti sabitləşdirib. Bəzi ərazilərdə isə taktiki təşəbbüsü ələ keçirib. Donetsk şəhərindən təxminən 70 kilometr şimal-qərbdə yerləşən Pakrovsk, Rusiyanın mart ayından bəri əsas hücum səylərini cəmləşdirdiyi cəbhənin ən şiddətli mübarizə gedən sektorlarından biri olaraq qalır. Sırski sosial şəbəkədəki paylaşımında deyib, Pakrovsk istiqaməti cəbhənin ən çətin hissələrindən biridir. Lakin müdafiə qüvvələrinin əsgərlərinin cəsarəti və məharətli hərəkətləri sayəsində biz Donetsk vilayətinin bu əməliyyat zonasında vəziyyəti sabitləşdirməyə və bəzi yerlərdə taktiki təşəbbüsü ələ keçirməyə nail olduq. Sırski 425-ci ayrı hücum alı eskalanın fəaliyyətini xüsusi qeyd edərək, onu effektiv aktiv müdafiəyə qadir bir bölmə kimi təsvir edib. O bildirib ki, alay bu ilin əvvəlində Pakrovskdan təxminən 3 kilometr cənub-qərbdə yerləşən Şevçenko kəndi yaxınlığında və 2022-ci il Xarkov hücumu zamanı öz effektivliyini nümayiş etdirib. Sırski əlavə edib, əsgərlər, çavuşlar, zabitlər, siz öz vəzifələrinizi şərəflə yerinə yetirirsiniz. Ukrayna sizə inanır və sizə həmişə güvənmək olar. Bir daha sizə səmimi təşəkkürümü bildirirəm. Cəbhədə 100-ə qədər Rusiyalı motosikletçinin mövqelərə soxulması ilə mübarizə aparmaq çox çətindir. Bu barədə Ukrayna Milli Qvardiyasının Rubeş briqadasının zabiti Ukrayna qəhrəmanı Vladislav Stoski Ordu TV-yə müsahibəsində bildirib. O, bu yaxınlarda 100 düşmən motosikletinin iştirakı ilə hücumun olduğunu bölüşüb. Stoskinin sözlərinə görə bu motosikletlər müxtəlif tərəflərdən hücum edib və bütün zolağın motosikletlərlə dolu olduğu görünürdü. Onların arxasında elektron müharibə aparan bir adamın, öndə isə sürücüsü var və onlar yaxınlaşıb Ukrayna mövqelərini partladı, döyüşür, əsir götürürlər. Ən pis vəziyyət piyadanın yalnız bir çıxış yolu olanda yaranır, çünki onun elə bir dəliyi var ki, düşmən ora qranatı partlayıcı maddə ata bilər və bu barədə heç nə etmək olmaz. O yuxarıda dayanır
dayanır. Əgər o bir mövqenin üzərində belə dayansa, onda dron vuracaq. Amma əgər onlar 3 mövqenin üzərində belə dayansalar, onda dron birini vuracaq. Bəs digərisi, onlar orada axmaq deyirlər deyə Ukrayna Milli Qvardiyasının zabiti bildirib. O, bu cür motosiklet işğalı ilə mübarizə aparmaq üçün dron üstünlüyünün lazım olduğunu deyib. Burada nə minaatan, nə artilleriya, nə də AGS kömək etməyəcək. Ya da yüngül silahları və dron üstünlüyü kömək edəcək ki, dron onu tuta bilsin. Qalan hər şey səmərəsizdir, deyə Stoski bildirib. Onun sözlərinə görə bugün minatanları, AGS operatorlarını, pulemyotçuları dronlarla, bombardımançılarla işləməyə öyrətmək və onları bölüşdürmək üçün hərəkət həyata keçirmək çox məqsədə uyğundur. Eyni zamanda döyüşçü qeyd edib ki, belə çox profillilik xüsusilə çətin vəziyyətlərdə istifadə üçün məqsədə uyğun olardı. Stoski düşmən motosikletçisini necə öldürdüyünü danışıb. O, öz adamlarının yanına gedirdi. Amma bizə gəldi və motosikletli dayandı. Allah onu belə cəzalandırdı və dayandı. Biz də buradayıq və məlum oldu ki, biz onun arxa cəbhəsindəyik deyə Stoski qeyd edib. Döyüşçü əlavə edib ki, pasportuna görə o, Luqansk vilayətindən olan xain idi. Bildirildiyi kimi, Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının Ehtiyatlar Şurasının sədri İvan Timoçko bildirib ki, Ruslar İsrailli texnika çatışmazlığı səbəbindən son zamanlarda getdikcə daha çox mümkün nəqliyyatdan istifadə edirlər. Eyni zamanda hərəkətin çətinliyi və məhv olmaq təhlükəsinin yüksək olması səbəbindən işğalçılar daha manevrli bölmələrə, xüsusən də motosiklet bölmələrinə güvənirlər. Bu qeyd edib ki, motosikletlərin sırf hərbi ixtisası yoxdur. Bunlar istənilən tədarükçüdən alına bilən və ya hətta mülki şəxslərdən alınan və ya onlardan müsadirə edilə bilən adi motosikletlərdir.